Salam hörmətli izləyicilər, necəsiz? Xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün artıq erkən orta əsr türk dövlətlərindən olan Qərbi Hun dövləti və ya Avropa Hunları da deyirik, Attila Hunları da deyirik ki, bu haqda məlumat verəcəm. Deməli, başlayaq. Biz deyəcəyik ki, ötən dəfəki dərslərimizdə mən sizin üçün izah vermişdim ki, Böyük Hun İmperiyası eramızdan əvvəl 58-ci ildə parçalandı iki hissəyə, Şərqi Hun və Qərbi Hun dövlətinə. Daha sonra isə hər biri müvafiq dövrlərdə Çin tərəfindən varlığına son qoyulmuşdu. Ən sonunda isə Şərqi Hun dövlətinin varlığına Çin tərəfindən bizim eranın 3-cü əsrin əvvəllərində son qoyulması ilə artıq tamamilə Böyük Hun İmperiyasının qalaqlarına son qoyulmuşdu. Və təbii ki də dövlət yox olsa da, məhv olsa da belə, bunun yerində həmin torpaqlarda yaşayan xalqlar burada hələ davam yaşamağa davam edirdi. Həmin bu tayfalar daha sonra Hun tayfaları idi ki, digər istiqamətlərdə şərqdən qərbə, qərbdən şərqə doğru köç etməyə başladılar. Bu tarixə xalqların böyük köçü adlı bir proses kimi daxil oldu. Və bizim eranın artıq bizim erada diqqətlə fikir verirsinizsə, 4-cü, 7-ci əsrlər dönəminə əhatə etdi. Bu xalqların böyük köçü prosesində Hun tayfaları ilə yanaşı, onlarla bərabər Alan tayfaları və Qot tayfaları da iştirak etmişdilər və onlar Qərbi Avropa istiqamətində, Ön Asiya, Mərkəzi Asiyanın cənubi istiqamətində yürüyüşlər həyata keçirmiş və bir sıra ərazilərdə məskən salmış, yeni dövlətlər yaratmışdılar. Məsələn, biz burada deyə bilərik ki, Qərbi Avropa ərazisində Qərbi Hun və ya Avropa Hun dövlətinin yaradılmasını söyləyə bilərik və yaxud da Ön Asiya istiqamətində və digər bir qədər Mərkəzi Asiya ərazisində Axun dövləti də Mərkəzi Asiyanın cənubunda meydana gəlmişdi. Eyni zamanda Mərkəzi Asiya istiqamətində Göytürk dövlətinin yaranmasını söyləyə bilərik ki, saydığım hər üç dövlət məhz Hun tayfalarının adı ilə bağlıdır. Xalqların böyük köçünün baş vermə səbəbləri bəs nələr idi? Hunlar biz bilirik ki, zaten Aralıq dənizindən Sakit Okeana qədər ki, böyük bir ərazidə Avrasiya materikində məskunlaşıb yaşamışdılar və onlar daha sonra dövlət məhv olduqdan sonra iqtisadi çətinliklərlə üz-üzə qaldılar. Quraqlıq baş verdi, burada əhalinin sıxlığı baş verdi və eyni zamanda otlaqların çatışmaması və digər dövlət əsas olan Çinin buraya yürüşünün tez-tez baş verməsi, əhalinin Çinin yürüşlərinə məruz qalması səbəbilə insanlar artıq öz yaşayış yerlərini tərk etməyə məcbur oldular və digər istiqamətlərdə yol aldılar. Və biz deyəcəyik ki, artıq xalqların böyük köçü dövrüdür, artıq eramızın ilk əsrləridir. Bu Hunlar haqqında biz məlumatı hardan əldə edirik? Hansı ki, bu qədimdəki Hunlar deyil, yəni hansı ki, o Böyük Hun İmperiyasının yaradılmasında rol oynayan Hunlar deyil, artıq onların yeni nəsillərdir, onların növbət davamçılarıdır ki, bu Hunlar haqqında məlumatları yalnız Çin mənbələrindən yox, eyni zamanda eramızdan əvvəl 4-cü əsrə aid olan Şiz yazılarından əldə edə bilərik bu məlumatları, Gürcü mənbələrindən, antik dövr xəritələrindən bu cür məlumatları əldə edə bilərik. Hunların cənub-qərb istiqamətində, istiqamətdə hərəkət edən hissəsi Axun dövlətinin yaranmasına səbəb oldu. Şimal-qərb istiqamətində hərəkət edən hissəsi isə Avropa Hun və ya Qərbi Hun dövlətinin yaradılmasında rol oynamışdılar. Və biz deyəcəyik ki, burada ilk öncə Qərbi Hunlar haqqında danışırıq. Qərbi Hunlar təbii ki də Qərb Hunları bunlara belə deyək, adlanırdılar və bu Qərb Hunlarının ilk başçısı Tanrı xan adlı şəxs olmuşdur ki, Tanrı xanın başçılığı altında onlar 2-3-cü əsrlər dönəmində ilk öncə Şimali Azərbaycan ərazisində məskən saldılar. Bundan sonra onlar Anadolu istiqamətində artıq öz yerlərini dəyişməyə başladılar. Anadoluya gəldikdə artıq onlar buradan bir qədər daha sonra irəliyə keçib Macaristan ərazisində və Cənub-Şərqi Avropa ərazisində 374-cü ildə Balamir xan onların yeni başçısı təyin olundu. 374-də Balamir xan Qərb Hunlarının başçısı təyin olundu. Daha sonra Balamir xanın rəhbərliyi altında olan Hunlar alanları sıxışdırdılar və Ostkod kralını məğlub etdilər. Və bununla da artıq onlar biz deyəcəyik ki, daha sonra daha geniş ərazilərə yürüş etməyə başladılar. Balamir xanın rəhbərliyi altında Ostkod kralı məğlub edildikdən sonra bu Qərb Hunları Cənubi Qafqaz və Şərqi Anadolu ərazisində məskən saldılar. Daha sonra onların növbəti istiqamət yeri Şimali Qafqaz və Qaradənizin şimal sahilləri oldu. Onlar buradan Şimali Qafqaz və Qaradənizin şimal sahillərindən keçib Dunay çayı istiqamətində irəlilədilər və Dunay çayı istiqamətində irəlilədikdən sonra 4-cü əsrin 70-ci illər dönəmində həmin bu Balamir rəhbərliyi altında olan Hunlar
Don və İdil çayı arasındakı ərazini ələ keçirdilər. İdil çayı indiki Volqa çayının keçmiş adlarından biri idi və onlar daha sonra Krım yarımadasında, hansı ki Qaradənizin şimalında yerləşir bu yarımada, burada Qotlarla üzləşdilər və onları məğlub etdilər və artıq 378-ci ildə Balamir xan tərəfindən dövlət yaranacaq. Düzdür, 378-ci il indi kitablarda hal-hazırda verilmir, amma indi verirlər ki, 4-cü əsrin 70-ci illərində yeni bir dövlətin, Qərbi Hun dövlətinin əsası qoyuldu. Və sizinlə əgər diqqətlə fikir verdinizsə, bir çox ərazilərin adlarını çəkdim. Düzdür, anlayıram ki, bir qədər yadda saxlamaq bunları çətindir. Amma qeyd eləməliyəm ki, yəni Balamir xan hansı istiqamətlə irəliləmişdi. Burada biz deyəcəyik ki, alanları sıxışdırıb Osman kralını məğlub edir, Cənubi Qafqaz və Şərqi Anadoludan keçirlər. Daha sonra Şimali Qafqaza gedirlər, Qaradənizin şimal sahillərinə gedirlər və Dunay çayı istiqamətində irəliləyirlər. Məsələn, Qaradənizin şimal sahillərində də Krımda Qotlarla üzləşib, onları məğlub edib dövlət yaradırlar. Və artıq bu dövlətin yaranması ilə biz deyəcəyik ki, bu Avropa Hun dövləti və yaxud da ki, Qərbi Hun dövləti Cənub-Şərqi Avropanın İdil çayından Dunay çayına qədər ki, böyük bir ərazisini əhatə etdi. Sonraki dönəmlərdə dövlətin ərazisi biraz daha genişlənmiş və dövlətin ərazisi şərqdə Ural dağlarından, qərbdə Dunay çayına qədər ki, böyük bir ərazisini əhatə etmişdi. Biz deyəcəyik ki, burada 434-cü ildə Qərbi Hun dövlətində Attila və Bileda qardaşları hakimiyyətə gəldilər. Lakin 445-ci ildən Attila ölkəni tək idarə etməyə başladı. Attila Qərbi Hun dövlətinin ən güclü hökmdarıdır deyə bilərəm. Çünki artıq onun dövründə bir çox ərazilərə yürüşlər edildi və qalibiyyətlər də baş verdi. Düzdür, ömrü qısa sürsə də belə Attila yadda qalan bir hökmdar olmuşdur. O, hakimiyyət dövrünü dövlətin ərazisini genişləndirərək şərqdə İdil çayından, qərbdə Reyn çayınadək, şimalda Baltik dənizindən, cənubda Balkan yarımadasına böyük bir ərazini dövlətin tərkibinə qatmağa nail olmuşdur. Onu dünyanı titrətmək üçün doğulan və eyni zamanda Tanrı Qırmancı Attila adlandırırdılar. Çünki bir qədər də qəddar idi, işğal etdiyi ərazilərdə əhaliyə qarşı zülm verməyi sevməsə də onun qarşısında hər hansı bir səhv hərəkətə buraxan insanlara qarşı çox ağır cəzalar tətbiq edirdi. 434-cü ildə Attila biz deyəcəyik ki, Bizansa müqavilə imzaladı. Belə ki, 434-də gedir Şərqi Roma üzərinə, hansı ki biz deyirik ki, Roma imperiyası iki hissəyə parçalanmışdı 395-ci ildə Qərbi Romaya və Şərqi Romaya. Şərqi Roma Bizans idi, paytaxtda Konstantinopol idi və 434-də Attila gedir bu Bizans üzərinə, yəni Şərqi Roma üzərinə hökmdarı məğlub edir və onunla müqavilə imzalayır. Onunla artıq illik xərac alması barədə müqaviləni imzalayıb geri qayıdır. Lakin burada artıq Bizans sakit dayanmır. Belə ki, bu dövrdə Qərb Hunları həm Bizansla, həm də digər Avropa dövlətləri sıx və aktiv ticarət əlaqəsi saxlayırdılar. Bizans isə çalışırdı ki, hər vasitə ilə Hunları zəiflətsin, Hunlarla əlaqə saxlayan xalqları, tayfaları onlara qarşı qaldırsın, onların hakimiyyətini zəiflətməyə çalışırdı. Və Bizansın bu cür addımlar atması Attilanı yenidən qəzəbləndirdi. Buna görə də o 447-ci ildə yenidən Bizansa yürüş etdi. Bu dəfə Bizans imperatorunu daha ağır məğlubiyyətə uğratdı və onun deməli ondan illik xərac alması haqqında müqavilə imzaladı və bu illik xərac əvvəlkindən qat-qat artıq idi və yenə vurğulayıram, Attilanın Bizans üzərinə getməsi 434-də və 447-ci ildə baş verdi. 434-də gedəndən sonra, yəni qalib gələndən sonra o Qərb ərazisində hakimiyyətini möhkəmləndirməyə nail olmuşdu. Əgər testdə sual düşsə ki, Attila nəyin nəticəsində və ya nədən sonra Qərbdə öz hakimiyyətini möhkəmləndirməyə nail oldu? Bu, deyəcəyik ki, 434-də Bizans üzərindəki qələbədən sonradır. Amma Bizansın tamamilə yenidən daha ağır vəziyyətə salıb məğlub etməsi 447-ci ilə aiddir. Daha sonra, buradan geri qayıtdıqdan sonra Attila indiki Fransa istiqamətində, yəni Qaliya torpaqlarına yürüş edib, buranı işğal etdi. Ardınca Burqundiya ərazisinə işğal edib Orlean istiqamətində irəlilədi. Burada isə Katalan döyüşü baş verəcək. Katalan çölündə 451-ci ildə baş verdi. Katalan döyüşü artıq biz deyəcəyik ki, Şərqi Roma ilə yox, Qərbi Roma ilə, hansı ki Roma imperiyasının parçalanması nəticəsindəki
biri yerdə qalmışdı Qərbi Roma. Həmin Qərbi Roma ilə Qərbi Hun dövlətə qarşı-qarşıya gəldilər. Qərbi Romada ordunun başında Aetsi adlı sərkərdə dururdu. Qərbi Hunda isə təbii ki Attila dururdu həmin ordunun başında və Aetsi ilə Attila uşaqlıqdan əslində dost olmuşdular. Bir yerdə at çapmış, ox atmışdılar. Lakin zaman və məkan təsadüf elə gətirmişdi ki, onlar bir-birlərinə qarşı düşmən dövlətlərin ordusunun başında iştirak etmişdilər. Aetsinin rəhbərlik etdiyi Qərbi Roma ordusunda eyni zamanda burada biz deyəcəyik ki, Qotlar, Franklar və Şərqi Avropanın muzla tutulmuş döyüşləri iştirak edirdilər. Lakin bu Katalan döyüş nəticəsində heç bir tərəf qəti qələbə qazanmadı, hər iki tərəf böyük itkilər verdi. Gecə ikən Roma ordusu sakitcə, yəni öz ordusunu, hər bir şeyini yığıb çıxıb getdi. Attila isə onları təqib etmədi. Çünki ona görə təqib etmədi ki, Attila artıq xəbər tutmuşdu ki, Roma ordusunda əsgərlər arasında xəstəlik yayılıbdı və bu xəstəliyin öz əsgərlərindən keçməsindən ehtiyat edərək onları təqib etmədi və geri qayıtdı. Lakin təbii ki də burada Attila Qərbi Romanı işğal etməkdən, onu tabe etməkdən vaz keçməyəcək. Bir il sonra yenidən yürüş edir. 452-ci ildə Qərbi Roma üzərinə gedən zaman paytaxt Roma şəhərinə yaxınlaşır. Lakin burada Romada kilsənin başçısı Roma papası idi ki, bir dəqiqə baxın bir videomuz davam edirmi? Aha. Burada Qərbi Romada kilsənin başçısı Roma papası idi ki, Roma papası Attiladan xahiş edir ki, şəhərə toxunmasın, dağıtmasın, əhaliyə zülm verməsin, nə istəyirsə onu edəcəklər. Təbii ki, Attila Romaya dəymir, amma illik xəracını alaraq və böyük qənimətlərlə öz ölkəsindən geri qayıdır. 453-cü ildə Attila ilə hazırlaşır ki, Sasanilər üzərinə, yəni İran üzərinə yürüş etsin, döyüş zamanı məmmalı şəkildə ölür. Onun ölümündən sonra biz deyəcəyik ki, böyük oğlu və kiçik oğlu var idi. Belə ki, onun ölümündən sonra Qotlar üsyan edirlər ölkə ərazisində. Və bir məqamda vurğulayım ki, burada Qotlar adını çəkmişkən deyim ki, Attila görmüşdü ki, Katalan döyüşündə Qotlar iştirak edirlər və onları daha çox cəzalandıracaq Roma ordusunda iştirak etdikləri üçün. Çünki vaxtilə həmin Qot tayfaları Hun tayfaları ilə birlikdə dövlətin yaranmasında iştirak etmişdilər, bir yerdə yürüş etmişdilər. Həmin Qot tayfaları daha sonra cəzalandırır Attila. Attilanın ölümündən sonra Qot tayfaları üsyan qaldırırlar. Belə bir anda hakimiyyətə böyük oğlu gəlir, lakin böyük oğlu da Almanlarla üsyan zamanı qəhrəmancasına vuruşaraq həlak olur. Və bundan sonra Hunlar məskunlaşırlar Qaradənizin şimal sahillərində, Qafqaz ərazisində, indiki Macarıstan ərazisində məskunlaşırlar. Və burada onun kiçik oğlu haqqında məlumat verə bilərik ki, kiçik oğlu Cabaxan idi. Cabaxan həmin ərazidə yeni bir dövlətin əsasını qoyur. Lakin buna tam yeni bir dövlət də deyə bilmərik ki, belə deyim də, yəni Qərbi Hun dövlətinin həmin ərazisində yəni başqa bir adla yeni bir dövlət qurur, lakin bu da çox uzun sürməyəcək. Yəni ümumiyyətlə biz deyəcəyik ki, bu dövlətin də elə Qərbi Hunun varlığına 470-ci ildə son qoyulacaq. Yəni ümumilikdə 4-cü əsrin 70-ci illərində, hansı ki burada qeyd etmişdim mən, təxminən söylədim ki, 378-ci ildə yaranan Qərbi Hun dövlətinin varlığına 470-ci ildə son qoyulur. Yəni bu dövlət artıq süqut edir. Yəni təxminən 100 il müddətinə davam eləmişdir, bir əsr. Və Cabaxanın şərəfinə Macarıstan paytaxtı Budapeştdə heykələ qoymuşlar, bu dəqiqə həmin heykəl durur. Bundan başqa biz deyəcəyik ki, Qərbi Hunun süqutundan sonra və eyni zamanda Qərbi Romanın süqutundan sonra 5-ci əsr dönəmində Avropada feodalizm münasibətləri meydana gəldi. Hansı ki bilirsiniz ki, feodalizm münasibətində feodal və kəndli təbəqələri vardır. Hunların adı ilə bağlı bəs indi hansı yer adları qalmaqdadır deyə sual versəz, Göyçə gölünü onlar mənbələrində Gələhun adlandırırdılar, yəni Göyçə gölü belə adlanmışdı və indiki Tovuz rayonunda Hun dərəsi adlı yeri Hun qalası da adlandırırlar ki, bu da Hunlardan qalma toponimlərlə əlaqədardır. Bugünkü dərsimiz haqqında bu qədər. Növbəti dərsimizdə sizlər üçün Axund dövləti haqqında məlumat verəcəm. Çox sağ olun.